Salam, hər vaxtınız xeyir olsun əziz və hörmətli keyfiyyət mütəxəssisləri, dəyərli həmkarlar. Keyfiyyətin tərtməsi mövzusu ilə davam edirik. Keçən videoda standartlaşma haqqında qanunun 19-cu maddəsinə diqqətinizi cəlb etmişdim. Arxada 19-cu maddəsində, qanunun 19-cu maddəsində qeyd edildiyi kimi normativ hüquqi aktlara istinad edilməsi zərurəti var. Təbii ki, bu zərurəti istinad edərək icra edən tərəf insanlardır. Ona görə bugünkü mövzumuz insan resursları olacaq. Doğru düzgün insan resursu seçilirsə, işin də çox böyük ehtimal düzgün istiqamətə getməsi, inkişaf etməsi çox böyük ehtimal ilə təmin ediləcəkdir. Arxada gördüyünüz 9001 standartında təməl prinsip olaraq keyfiyyət tərtmə standartı kimi tanınmış, 9001 standartının 7.1.2-ci standart deməli bəndində insan resursları ilə bağlı təməl tələb var. Eyni zamanda diqqətinizi 30405 standartına, yəni işə alım prosesi, Guidance on Recruitment və tərkib hissəsi demək və eyni zamanda 30414 ISO 30414 standartına, yəni insan resurslarının daxili idarə etmə tələbləri ilə bağlı diqqətinizi çəkmək istəyirəm. Qeyd etmək lazımdır ki, ən ideal formada insan resurslarının və rekrutment prosesinin təşkili belə olardı ki, ümumiyyətlə bu iki standartın hər biri kimin işə alım prosesində iştirak edəcəyini müəyyən etmir, amma bir mənalı onu qeyd etmək lazımdır ki, insan resursları departament təmsilçiləri ən ideal formada elə olardı ki, təməl prinsipləri müəyyən edərək, deyək ki, diplomu, təcrübəsi və texniki, yəni ölçülə bilən meyarları CV vasitəsilə yoxlanılaraq, deyək ki, neçə il təcrübəsi var və hansı təhsili var, onunla bağlı tələblər uyğun olduğu halda işə alan tərəflə görüş, işə alımla bağlı interview, belə deyək, təşkil etsin. Görüş nəticəsinə görə də artıq növbəti mərhələlər müəyyənləşdirə bilərək işə alım prosesi başlatıla bilər. Demək, bununla bağlı qeyd etmək lazımdır ki, bir sıra demək, vəzifələr üçün özəl bir kriteriyalar ola bilər. Özəlliklə, belə deyək, yüksək vəzifəli vakansiyalar üçün hansısa bir şirkətin və ya dövlət qurumunun hansısa o tələblərdən bir neçəsini sadalamaq istəyərdim. Demək, etibarlı olması, ağıl və müdürlük, idarəçilik bacarığı, hərbi xidmətlə bağlı məlumatlar, xalqın və yaxud şirkətin istiqaməti ilə bağlı bilik, bacarığı ilə bağlı məlumat və dövlətə sədaqəti ilə bağlı tələblər ola bilər. Eyni zamanda qeyd etmək lazımdır ki, Azərbaycanda idarə etmə, yəni kadr siyasəti ilə bağlı müəyyən bir qanuni tələblər var ki, onları qısaca sadalamaq istərdim. Demək ki, Konstitusiyanın 25 və 35-ci maddələri, eləcə də məşğulluq haqqında qanun, deməli, bu qanunun 8.0.11-ci maddəsinə istinad etmək istərdim. Eyni zamanda Miqrasiya və Əmək Məcəlləsi və biraz öncə danışdığımız 30.001, 30.405, 30.414 və 9.001 standartlarıdır. Bugünə deyəcəyim bu qədər. Diqqətinizə görə təşəkkür edirəm. Sağ olun.